Şirmənin olsun doktor. Mən 10 ildir bu əziyyət çəkirəm bu xəstəlikdən. Bir həftədə əməliyyat olmuşam, rahat yeriyirəm, gəzirəm, ağırsız. Nə idi problemi? Nasıl problem? Məndə demək babasıl idi, fistur çatı idi, sonra siviç idi. 3 ildir. Amma indi dözürsən bu işdə. Olur, 10 illər. 10 il olmaz, 9 illər yaxın var. Nəyə gözləyirdin qardaş? Valla Nə səbəbə o qədər uzatdın? açıq qorxurdum. Həm də ki, belə sən 4-cü, 5-ci əməliyyatda ilə həkimlərlə biraz şey deyirdim. Çəkinirdim ki, ağrıyacaq, belədir, narkoz belə eləyəcək. Ona görə də şeylərin... Amma sonunda gördün ki, belə deyil. Yox, dözülməz. Allah köməyin olsun yenə, əllərinə sağlıq. Əməliyyatdan sonra bir dənə də olsa ağrı kəsici vurmuşsan? Yox. Vurma. Vallahi bilmirəm. Ketanalar qaldıydı. 5 dənə ketanol yazmışdım, qaldım. Yəni ki, əməliyyatdan düzdür, sonra bir gün yatdım, bir sütqat, elə banisi deyil. Bir sütqatdan sonra çıxdım, elə o çıxanda gəzirəm özüm üçün, uzanla, normal. Üstü bir dənə yeməyimə biraz. Pəhriz olmaz. Pəhriz. Zapazım çox. Zapazım Allah şahman versin. Birinci gündə işə çıxmaq istəyirsən. Allah qoysun birinci gündə. Şah sağ ol. Sağ ol. Nə tövsiyə edirsən bu qorxan insanlara? Valla qorxulu heç nə yoxdur. Qorxulu heç nə yoxdur. Rahatçılıq. Şükür. Allah sana sağ eləsin yenə də əlin qolunu ağrımasın, çox əziyyət çəkdi. Allah sağ ol. Sağ ol. Sağ ol. Sağ ol. Sağ ol.